Biz bilirik ki, Aşura mərasimi ərəblərlə bağlıdır. Lakin mən sizə 4000-5000 il bundan əvvəl Azərbaycanda və yaxın şərqdə keçirilən Asar Allahının ölüb dirilmə mərasimi haqqında məlumat vermək istəyirdim. Bu mərasim Novruz bayramı ərəfəsində keçirilirdi. Belə ki, Novruz bayramının 3-cü günü, yəni 24 Mart qanlı gün adlanırdı. Və o gün insanlar qışqırıq səslərli müşayiəti ilə özlərinə bıçaqla zərər yetirir və huşlarını itirənə qədər əzadarlıq edirdilər. Baş kahin öz damarını kəsir, aşağı təbəqəli kahinlər isə təbil və digər alətlərin qarışıq səsləri müşayiəti ilə başlarını əstirərək dağınıq saçla ağrı hissiyyətini itirib ekstaz halına gələnə qədər fırlanırdılar. Kahinlər qanlarını qurbangaha və müqəddəs ağacın üzərinə tökürdülər. Özlərini axtalayan bəzi kahinlər isə bədən üzvünü ilahə heykəlinin altına atır, sonra isə onu yerdə bastırırdı ki, ölmüş Allah deyilsin. Təsəvvür edirsiniz? 4000-5000 il bundan əvvəl eyni vəziyyətdə, eyni əzadarlıqla Azərbaycanda və yaxın şərqdə Asar Allahının ölüb dirilməsi mərasimi keçirilirmiş. Kiçik Asiyada keçirilən bu mərasim müxtəlif adlarla adlanırdı. Tammuz, Adonis, Attis, Kibela və s. adlarla adlanırdı. Əsas da Asar Allahın ölüb dirilmə mərasimi idi. Və bu mərasimin adı bilavasitə Gilar mərasimi adlanırdı. Mərasim ümumiyyətlə 2 hissədən ibarət idi. Asar Allahın ölməsi və sonra dirilməsi. Ölməsi əsasən Novruz bayramı ərəfəsində qeyd etdiyim vaxtda keçirilirdi, 24 bayramından sonra. Onun dirilməsi isə noyabr ayına təsadüf edirdi, 3-ünə təsadüf edirdi. Və bu insanlar axtarırdılar, güya ki, ölmüş Azəri axtarırdılar, Asar Allahını axtarırdılar və tapandan sonra və nəhayət tapırdılar noyabr ayında və onun xüsusi təntənəli bayramını keçirdirdilər. Və bu Roma kalendarında, Roma təqvimində bu Gelar günü adlanırdı. 3 noyabr Gelar günü adlanırdı. Deməli, ümumiyyətlə Gilar bayramı adlanırdı bu mərasim. Allahın ölüb dirilməsi, Asar Allahın ölüb dirilməsi mərasimi. Və bu birinci hissə Novruz bayramında ölməsi, Novruz bayramı ərəfəsi, dirilməsi isə noyabr ayının 3-ünə təsadüf edirdi. Bu da Gilar gününə təsadüf edirdi. Təsəvvür edirsiniz? Bilavasitə Azərbaycanla bağlı, bilavasitə Allahla bağlı. Və maraqlı odur ki, bizim bir Aşura mərasimi də İmam Hüseyinə əsr olunub ki, İmam Hüseynin ləqəblərindən biri Sarallahdır. Sarallah, batini mənada Asar Allah deməkdir. Yəni, Azər Allahın ölüb dirilməsi mərasimi. Qədim Misirdə buna Asiris Allahı deyirdilər. Asiris Allahın ölüb dirilmə mərasimi. Bəs Aşura nə deməkdir? Aşura, Aşur sözündən götürülüb ki, Aşur da Assuriyanın baş Allahının adıdır. Azərbaycanın qədim adı Azəriyyədir. Mən qeyd etmişəm çıxışlarımda ki, Azərbaycan əhalisi Əl-Azəriyyə, Əl-Cavidaniyyə paslarının, pirlərinin qarışığıdır. Azəriyyə sözü bilavasitə Assuriyadır. Assur Allahın məmləkəti mənasındadır. Başqa sözlə, bugünkü Aşura mərasimi heç də adi ərəblərlə bağlı deyil. Bilavasitə Azərbaycanla bağlıdır. Eradan əvvəl 8-ci əsrdə Azərbaycanda Azəri pirləri, Seyid bəyləri Azərbaycan göylərində ruhlar dünyası yaratmışlar. Və mən bu haqda danışmışam. Onlar qurban ruhların vasitəsilə göydə dünya yaradıblar. Və bu dünya eradan əvvəl 8-ci əsrdə Şərqin ərəbləri ölkəsi adlanıb. Deməli, göydəki dünya eradan əvvəl 8-ci əsrdə Assur yazılarında Şərqin ərəbləri ölkəsi adlanıb. Və burada ərəblər nə dedikdə bilavasitə Azərilər, Seyidlər, Seyid bəylər nəzərdə tutulur. Bu, indiki ərəblərə dəxli yoxdur. Bu, qeyd etdiyim kimi, eradan əvvəl 8-ci əsrə aiddir. Və bilavasitə Azərbaycanla bağlıdır. Azəri pirləri, Seyid bəyləri ilə bağlıdır. Məhəmməd Peyğəmbər ərəb sayılır. Lakin Məhəmməd Peyğəmbərin nəslinin Ərəbistanda yaşanmamışdır heç vaxt. Seyidlər bilavasitə Azərbaycanda yaşamışdır. Və bu bilavasitə həmin o göydə ruhlar dünyası, ərəb ölkəsi yaratmış seyidlərdir. Aşur Allahı qədim Misir yazılarında Asar kimi qeyd olunur. Asiris kimi qeyd olunur. Və rəvayətə görə Allah birinci Asiris Allahını yaradır,
Sonra onun qardaşı Seti yaradır. Set zaman keçdikcə paxıllıq edir və Asirisi öldürür. Lakin Asirisin oğlu Qor onu yenidən dirildir. Deməli, bütün bu mərasim, bütün qədim mənbələrdə Allahın ölüb dirilmə dediyi mərasim, bilavasitə bu Asar Allahının ölüb dirilməsi mərasimidir. Bu bilavasitə kosmosla bağlı olduğu üçün bu təntənəli surətdə bütün dünyada keçirilirdi. Yəni, bu tək Azərbaycanda keçirilmirdi, bütün şərqdə, bütün qədim dünyada bu mərasim keçirilirdi. Bu da təntənəli surətdə keçirilirdi. Çünki bu Allahın hesabına insanlar düşünmə qabiliyyəti əldə etmişdilər. Bu Allahın hesabına insanlar üçün göydə ruhlar dünyası, cənnət yaradılmışdı. Qeyd etdiyim ki, bunu Azəri pirlər yaratmışdı. Azərbaycan göylərində yaratmışdı bu şərq ölkəsini. Ümumiyyətlə bilmək lazımdır ki, şərq Sühraverdi fəlsəfəsində göydə yaradılmış dünya mənasındadır. Şərq istiqamət deyil, bilavasitə göyə istiqamətdir. Yəni göydə yaradılmış dünya mənasındadır. Şərqin ərəbləri ölkəsi də göydə yaradılmış ruhlar dünyasıdır. Ərəblərin ruhlar dünyası mənasındadır. Bunu Seyid bəylər yaradıblar, Azəri pirlər yaradıblar. Alman mənbələrində bu yaradılış, deməli, göydə səhra yaradılması kimi qeyd olunur. Mələklər dünyası olan səhra yaradılıb göydə. Səhra tikilib. Alban mənbələrində bu tikilmə kimi qeyd olunur. Bizim babalarımız göydə səhra tikiblər. Və ərəb səhrası da, Ərəbistan da bilavasitə bu mənadadır. Kabbalada ərəb sözü Raba kimi, Bara kimi qeyd olunur. Briya kimi qeyd olunur. Bu artıq qeyd etdiyim kimi ruhlar dünyası mənasındadır. Bütün bu fəlsəfə bilavasitə Azərbaycanla bağlıdır. Bayramlar, deməli, bu mərasimlər hamısı Azərbaycandan, Azəri pirləri ilə bağlıdır. Gilar bəyləri ilə bağlıdır. Bu mərasim qeyd etdiyim kimi əvvəldə ölməsi də, dirilməsi də bilavasitə Gilar günü adlanır, Gilar bayramı adlanır. Çünki qədim Misir mənbələrində Gel şəhəri kimi qeyd olunur yaradılmış dünya. Gel şəhərində Allah Adəm yaradır, Atum Allahın yaradır. Və onun digər adı da Asirisdir, Asardır, Azərdir. Şükürsüz, bu heç də elə belə adi mərasim deyil. Və bilavasitə bu mərasimin hesabına Azəri pirləri, seyidləri qeyri-adi qüdrətə sahib olublar. Bunlar göydən ilahi od gətiriblər və adi insanları bunlar öz əlləri ilə yaradıblar. Bu ilahi oddan göydə cənnət yaradıblar. İbrahim Peyğəmbərin oda atılması, bina tikilməsi Quranda bu od ilahi od mənasındadır, ilkin materiya mənasındadır, ilah mənasındadır, efir mənasındadır. Və bilavasitə buna görə bu bəylər Firon bəylər adlanır. Firon sözünün kökü far sözü, İran mifologiyasında, qədim İranda far ilkin materiya mənasında, efir mənasında idi. Və Firon sözü də bu mənada farınbaq kimi qeyd olunur. Farınbaq Firon bəc deməkdir. Asur mənbələrində Aşur Allahı Alum Aşur adlanır. Və bu da Aşur aləmi mənasındadır. Mətnlərdə bu el içində el, şəhər içində şəhər kimi qeyd olunur ki, bu da Midiya torpaqlarının göylərində yaradılmış bir ölkə anlamındadır. Ruhlar dünyası anlamındadır. Deməli, Mesopotamiyanın yazılarında Enuma Eliş adlı bir mətnində Aşur Allahı Eşar kimi qeyd olunur. Və orada qeyd olunur ki, yazılır ki, kainatı ölçən hökümdar öz adına uyğun, özü üçün ruhlar dünyası, dünya yaradır. Eşar dünyası yaradır. Və onun obrazı kimi yerdə Eşar məbədi tikir. Siz bilirsiniz, bu ruhlar dünyası anlamındadır. Kitab-ı Dədə Qorqudda bu gedir, Oğuzun içində tamam vilayəti zahir olmuşdu. Bu tamam vilayəti Atum mənasındadır. Bu da ən qədim Misir yazılarında göydə yaradılmış, insan formasında yaradılmış kosmik Allah'tır. Bu Gel şəhərində yaradılır. Gel şəhərində yaradılmış kosmik Allah mənasındadır Atum, Adəm. Sonradan bu digər mənbələrində Adəm kimi keçir. Deməli, qədim mənbələrdə Adəm dedikdə bilavasitə Atum Allahı nəzərdə tutur və onun da digər adı Asirisdir, Asar Allah'dır. Çox təəssüf insanlar bunlar haqqında heç nə bilmir. Mən hər dəfə danışanda yeni söz deyirəm və insanlar da çaşırırlar, başa düşmürlər. Və burada mənim günahım yoxdur. Çünki bu təmiz yeni elmdir. Bu yeni məntiqdir. İnsanlar bunun haqqında heç nə bilmirlər. Deməli, bütün bunların hamısı bilavasitə Azərbaycanla qədim Assuriya ölkəsi ilə bağlıdır. Və Azəri Assuriya ölkəsinin şahı Aşur kimi qeyd olunan Asar Allahı mənasındadır. Asiris Allahı mənasındadır.
Aşura mərasimi də bilavasitə göydə yaranmış bu kosmik Allahın ölməsi, axirətdə təzədən yenidən dirilməsi mənasındadır. Və biz bu aşura mərasimi keçirdəndə öz babalarımıza, öz ulu əcdadlarımızın ruhunu üçün ağlayırıq. Onun üçün mərasim keçirdirik. Onun üçün sinə vururuq. Təəssüf insanlar bunu, bizim insanlar vaxt geçinə bilmirlər. Elə bilirlər ki, hansısa ərəb üçün biz zəncir vururuq. Yəni biz o qədər cahilimi hansısa ərəb üçün zəncir vuraq. Bu boyda cəfəngiyat olmaz. Mənim internetdə aşuraya sorulmuş bir neçə məqaləm var. İstənilən axtarış saytında, axtarış səhifəsində mənim adımın yanında aşura sözünü yazsanız, istənilən qədər məqalələrim çıxacaq siz üçün. Yəni bilirsiniz, öz tariximizdən, keçmişimizdən xəbərsiz olduğumuz üçün biz öz müasir, hazıra gəlib çatmış rituallarımızı, mərasimlərimizdən inkar etməyə başlamışıq. İnsanlar aşura mərasimində hətta toy eləmək istəyir. Eləsinlər, problem yoxdur. Ancaq orada xoşbəxt olmaq çox çətin məsələdir. Çünki aşuranı, yəni bizim öz cəddimizin göydə yaratdığı kosmik insanın ölüb dirilməsi heç də xoş bir hadisə deyil ki, sən o vaxt toy eləyəsən. Sözüm onda yox. Sözüm ondadır ki, aşura mərasimi bilavasitə Azərbaycan pirləri ilə, Seyid bəyləri ilə bağlıdır. Və bunların göydə yaratdığı kosmik insanla bağlıdır. O kosmik insandır ki, onun hesabına bizim əcdadlarımız göydən ilahi od gətiriblər. Və onlar insan beynini axıdıblar, insanlara ağıl veriblər. İnsanlar üçün göydə cənnət yaradıblar. Çox təəssüf insanlarımız bunun haqqında heç nə bilmir. Nəticə kimi onu demək istəyirəm ki, aşura mərasimi heç də qəbul edildiyi kimi adi ərəblərə aid mərasim deyil. Bu bilavasitə Azəri pirlərinə, seyidləri ilə bağlı olan mərasimdir. Və bu mərasim adi insanın ölümü ilə bağlı deyil. Azəri pirlərinin, cəddlərinin, əcdadlarının göydə yaratdığı Asar Allahın ölüb dirilməsi mərasimidir. İmam Hüseynin qeyd etdiyim kimi bir ləqəbi də Sarallah olmuşdur ki, bu da Asar Allah deməkdir. Azər Allahı deməkdir. Bu mərasim Azər Allahın axirətdə ölməsinin mərasimidir. Və bunun ölməsinin hesabına bugün Azərbaycan parçalanıb. Bütün dünyaya hökmran kimi yaradılmış Azəri pirləri, seyidləri dağınıq halda pis gündə yaşayırlar. Bu hamısı bizim əcdadlarımızın yaratdığı kosmik insanın ölümü ilə bağlıdır. Və biz bu əcdadımızın ölümünün mərasimi keçirdirik. Çox təəssüf insanlarımız bu vaxt heç nə bilmir.